Salam, axşamınız xeyir olsun. Deməli, bu sınağı 11-4 yazılanı izah eləyəcəm. Gedək ingilis dilinə. Deməli, ingilis dili birinci sualımız başlayır. Bir dəqiqə. İngilis dili birinci sualımız başlayır. Singularından su seçməklə, yəni tək ismi seçməklə. Birincidə Esther var, cəmdədir. Soldiers cəmdədir. Sonra tis kökündən dəyişir, giz kökündən dəyişir, cəmlənir. Civilians kökündə es var, cəmlənir. Y variantı doğru cavabımızdır. By'dan sonra nəqliyyat vasitəsi, hibrid car bilirik də, yəni maşının bir növüdür. Yəni yenə də burada nəqliyyat vasitəsi var. By'dan sonra nəqliyyat vasitəsi artiklsız gəlməlidir. Elə avtomatik cavab çıxır B variantı. İkinci tərəfə heç baxmağa ehtiyac yoxdur. By'dan sonra nəqliyyat vasitəsinin artiklsız gəldiyini bilməklə düz olur. Liter. Literaldan söhbət gedir. Liter nədir? Zibil deməkdir. Sayılmayan isimdir. Matchla işlənə bilər, little-la işlənə bilər. Burada uşaqlar deyə bilərsiniz ki, matchla little bir-birinə zidd olan şeylərdir axı. Burada situasiya yoxdur. Ətraf mühit, yəni ətraf mühit işlərinə baxan insanlar seziblər. Az zibil seçiblər, yoxsa çox zibil seçiblər. Mən bilmirəm. Məsələn, burada ardı gələrdi, bir situasiya olardı. Onda mən deyərdim ki, yox, konkret burada match olmalıdır və yaxud da little olmalıdır. Amma burada hal-hazırda situasiya yoxdur. Bilmirəm, yəni az zibil var, yoxsa çox zibil var. Ona görə bir üçü seçirəm. Sadəcə bilməklə ki, liter sayılmayan isimdir, zibil sözü. Zibilin bütün məna növləri sayılmır bu arada. Matchdır, liter, vsyo. Match və little daha doğrusu. Vsyo. Cavab B variantı. Fortunately, xoşbəxtlikdən. Neysə, onunla işim yoxdur. Hələ ki, birinci boşluqdan sonra off var. Everydən sonra off gəlməz, bunu çıxa bilirəm. Sonra xəbərə baxıram ki, was xəbər təkdədir. Artıq biz agreement bölməsini keçdiyimizə görə bilirik ki, was özündən sonra cəmsim, cəm xəbər. Olun da belə bir qaydası var. Cəmsim alıbsa, cəm xəbər almalıdır. Bunu da bilirik agreement bölməsindən. İçlə olanları saxlayırıq. One, boşluqdan sonra isim var. One bilirik ki, əslində normalda one birdir, miqdar sayda. Sadəcə bəzən ismin yerində işlənə bilirdi. Bundan sonra others'dan sonra isim əsla gəlməz. Ən az özündən sonra sayıla bilən tək isim istəyir. One da zaten sayıla bilən sanki tək isimin yerində durub. Ona görə D variantı doğru cavabımızdır. Daha sonra 11-də Eyzə nur bağlayıcımız yoxdur. Eyzə and də yoxdur. Neyzən or da yoxdur. Neyzə or var. Sonra baxa bilir nə? Aaron var. Explain that we should Westfield. Baxaq. Okay, baxaq. Ətraf mühiti yenə də qoruyanlar izah elədilər ki, biz nə şeyi yanacağı eləməliyik, waste israf eləməliyik, nə də qlobal istiləşməni rədd eləməməliyik. Yəni hər ikisini diqqətə alırsa, nə də. Həm də olmaz axı. Waste fuel mənfi mənadadır. Yəni biz onu həm də təsdiq seçməliyik. Ona görə A variantı doğru cavabdır. Nə bunu eləməməliyik, nə də onu eləməməliyik. Make up sentence. Soldier əskər, attack hücum etmək, bravery cəsur, enemy düşmən, frontline ön cərgə, when anda əndə mənasını, defend müdafiə etmək deməkdir. İndi baxaq, belə bir cümlə yarandı beynimdə ki, əskərlər müdafiə elədilər. Yəni 1, 7. Necə müdafiə edə? Cəsurcasına 3. Haranı elədilər? Ön cərgəni. 3-dən əvvəl bir dənə 5 yaza bilərdik ora. Əskərlər ön cərgəni cəsurcasına 3-ü də yaza bilərdik. Yəni hələ ki belə gedirəm. Nə vaxt ki when 4, düşmən hücum eləyəndə 6, 2. Baxa görə bu ardıcılığı var. 175, 346. 175, 346 yoxdur. Bir də when bağlayıcısına olan hissəni əvvələ də sala bilərdik. Yəni belə də eləyə bilərdik. When 4-lə başlayaq. Düşmən hücum elədi. Baxın, 462-ni əvvələ gətirəcəm. Heç nə eləmirəm. 462. 462. Bir dəqiqə. When the enemy attacked. 462. Bu da düz gəlmir axı. Bir dəqiqə gözləyin. 462. Gələn var imiş ki, bir 3'ü salıb bura. The soldier bravely defended. 3'ü bura salıb yaza bilərik də. Doğrudan ona ehtiyac yoxdur. Zərfi burada əvvələ də gətirə bilərik. Deməli, baxın, çıxmışdı variant hansıydı? D-daydı. Bir də gözləyim, təmizləyim. Deməli, necə gedir cümlə? D-da. Əskər cəsurcasına neynədi? Müdafiə elədi. Nəyi cəsurcasını müdafiə elədi? Nəyi? Frontline, ön cərgəni müdafiə elədi. Nə vaxt ki, düşmən hücum eləyəndə, bəli, D variantı düzgün gəlir. Sadəcə burada cəsurcasına sözünü əvvələ gətirmək lazım idi. Okay, far from-la işlənir. Sonra
Piyada sözü də on footla işlənir. Far from on foot B variantı doğru cavabımızdadır. Sonra nə testidir bu? 2 days ago, 2 gün əvvəl, keçmiş sadə zamanda entered verb 2-ni seçirəm, yəni Y variantını seçdim burada. Doğru cavabımız Y-dir. Digər testimiz nədir? Zəm müqayisə dərəcəsidir, best üstünlükdür, bu da üstünlükdür, zərfin üstünlüyüdür, Z-si yoxdur deyə. Most good deyilən bir şey yoxdur, good adi dərəcədir, better D variantı müqayisədir, bəli. Zəm müqayisə istəyir. Daha sonra baxaq, o qədər ki, isə cəmdədir, is təkdir, həz təkdir. Cəmlər 1, 2, 4, doğru cavabımız B variantındadır. Haven't to ifadəmiz yoxdur, are-able-ın to'su olmalıdır, boşluqdan sonra da to yoxdur. Qaldı cavabımız 3, 4, doğru cavabımız C-dədir. Sonra nə gəlməlidir əvvələ? Z-in əvvəldə qaldığı variant yeni çıxaq. Daha sonra the bottled air containers əvvələ gəlməlidir. Bax, bu hissə əvvələ gəlməlidir. Recycled keçmiş sadə zamandadır. Əvvələ gələn sözümüz cəmlə gəldiyinə görə word-dən istifadə edirəm. B variantı doğrudur. D-nin yanlış olmağının səbəbi burada bin gəlməlidir. Bin bitmişlərdə gəlir, sadələrdə yox getdi. Sonra baxaq, Zola Ozo bir-birinə bərabərdirlər, səhvdir. Millionaire give a large donation to the orphan. He wanted to help the needy. Aha. Deyir ki, milyoner orfan, yetimlərə, baxın, orfan, yetim deməkdir uşaqlar, yəni kimsəsiz. Kimsəsiz sözünü Z qoyub isimləşdirib, kimsəsizlərə donation, donation da ianədir bilir, donate feilindən yaranıb. Geniş bir donation vermək istirdi, yəni ianə vermək istirdi. Çünki o, ehtiyacı olanlara, bax, need ehtiyacı olmaqdan, ehtiyacı olanlar Z-ilə isimləşib. Yazı gəlir, Z artiklı bəzi sifətlər isimləşdirirdi. Ehtiyacı olanlara kömək eləmək istirdi. Səbəbini verir, açıqlamasını verir, çünki. A number of-dan sonra cəmsim, cəm xəbərlərimiz 2 ilə 3-dədir. Doğru cavabımız 2, 3, Y variantıdır. Z number of dedi, tək xəbər seçmək. Sonra bir dənə gözüm burası silim. Persuade inandırmaqda believe-lə zaten sinonimdir. 3-ü A gedir. 3-ü A getdi. Sonra move into take control possession of place. Occupy hücum etmək, işğal etmək, zəbt etmək. Deyir bir şeyin kontrolunu ələ gətirmək, bir yerin kontrolunu ələ keçirirsən falan belə şey. Deməli 2-yə də B getdi. Clarify aydınlaşdırmaq, bir şeyi daha başa düşməyi asanlaşdırmaq, yəni aydınlaşdırmaq. 1-ə də C getdi. C, B, A doğru cavabımız D variantıdır. Sinonim cütlüklərini istəyir. Baxaq. Bunlar antonimdir getdi. Bunlar da antonimdir. Greedy, needy, bunlar heç əlaqəsi yoxdur. Massiv böyükdür, tiny kiçikdir. Sincere, səmimi, honest,